Oğlanla qız oynayır, ana gəlir, boynunu qucaqlayıb ağlayır. Buna oğul neynəsin? Yəni qadın elə qucaqlayıbdı ki, oğlunun boynunu, yəni oğlu ancaq əli ilə onu dartıb qoparda bilər də. Burada oğlan yazıq olub. İfrat, ananın ifrat qısqanclığı, ifrat hissləri. Ananı davranışa vadar edən hansı hisslərdir? Sanki kimisə oğlunu ömürlük yola salırmış kimi gəlir qucaqlayır və sanki heç vaxt görməyəcək. İtirir sanki. Bəli. Sənin mənə göstərdiyin videoda həmin o qadın yenidən o səhnəni qazanmağa çalışır. Diqqət mərkəzində olmağa çalışır. Bu əgər belə davam eləsə, qadınlar arasında rəqabətə çevriləcək. Yəni oğlan düzgün şəkildə mövqeyini qoymasa, durdurmasa. Burada qaynana qəbul eləməlidir ki, artıq diqqət mərkəzində deyil, artıq yalnız onun anası deyil də. Yəni yeni bir qadın gəlir.